Değerli Güney Azərbaycan türkləri, saygıdeğer bacı qardaşlarım, salamlar və saygılar. 100 ildən çoxdur Güney Azərbaycan türkləri Fars Şah rejimi və Fars Mulla rejiminin işkəncələrinə, zindanlarına məruz qalmış. Amma buna rağmen mücadilə devam etmişdir. Bildiyiniz kimi Zəngəzur bölgəsi tarixi olaraq Azərbaycan və Türk torpağıdır. Və 2. Qarabağ savaşından sonra Azərbaycan və Türkiyəmizin diplomatik səviyyədə bunu gündəmə gətirilməsi bölgədə böyük bir sevincə Türk millətində neden olmuştur. Bu koridor bugün sadece Türkiye ve Azerbaycan için değil. Doğu tarafından Çin ve Doğu Türkistan'a kadar, batı tarafından Türkiye'miz ve Avrupa'ya kadar uzanan bu yol Güney Azerbaycanımızın geleceğinde büyük bir rol oynamaktadır. Zəngəzur koridoru bugün de, sabah da Güney Azerbaycan'ın iç meselesidir ve iç meselesi kalacaktır. Ve bizim jeopolitik, stratejik ve ekonomi meselelerimizde büyük rol oynayacaqdır. Neçə ay öncə Pezeşkiyanın Azərbaycana səfər eləməsi və orada Azərbaycan türkçəsində ayrılıq şeiri oxuması və bu dönemdə Ermənistana gedib Ermənistanın Göy məscidində namaz qılması, oranın Müslüman ve Türk toprağı olmasını göstermesi, İran rejiminin birçok adamlarını, panfarsistləri ve İran şəhri sisteminde olan nəfərlərini hislendirmiştir. Elə ki, özlərini saxlamayıb Pezeşkiyanın istizah edilməsini ve hatta Pezeşkiyanın oğluna Pantürk deməni belə öne sürmüşlər. Rejim özünün təyid elədiyi Pezeşkiyanı belə qaldıra bilmir. Türk varlığı bu rejime şah dostsa, Molla rejim dostsa çox ağır gəlməkdədir. İran rejimi 100 ildən bəri və hətta son 48 ildə öz yanlış siyasətləri ilə Güney Azərbaycanda olan tüm varlıqlarımızı istimal eləsə də, bugün görürsünüz ki, su da yox, elektrik de yox, iş de yox, pul da yox, çörək də yox. 2 ay önce İsrail-İran savaşından sonra ve önümüzdeki 10 gündən sonra mekanizm maaşə ortaya geldikten sonra durum daha çok pis olacaktır. Belki gene savaş olacaktır. Belki bu millet tekrardan tezahürata çıkacaklar. Değerli milletim, gün Güney Azərbaycan türklərinin birlikdə olma günüdür. Biz öz şəhərlərimizə, öz kəndlərimizə, öz məhəllələrimizə, öz Türk millətimizə sahib çıxmalıyıq. Öz torpaqlarımızı, öz varlıqlarımızı artıq heç bir yabancı gücə və mərkəzi sistemə yedirməyəcəyik. Bilin ki, önümüzdə çətin günlər var. O çətin günlərdə Güney Azərbaycan türkləri birlikdə olmalıdırlar. Öz şəhərlərimizdə milli fəallarımıza güvənib və onlarla birlikdə vətənimizi qorumaqda olmalıdırlar. Nə mutlu Türk'üm deyərəm.